Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâ'u lillahi rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebu'l Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala alihil ma'suminel mukerreminel muntecebin. وَاللَّعْنُ عَلَى أَعْدَائِهِمْ أَجْمَعِينَ إِلَى يَوْمِ الدِّينِ أَمَّا بَعْدُ رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي صَدَقَ اللّٰهُ الْعَلِيُّ الْعَظِيمُ. Şükürler olsun Allah'a ki bugün de minnet koydu, bize ömür verdi, yaşattı ve bu yaşattığı ömürde özün ve dostların bize tanıttırdı. Şükürler olsun Allah'a ki evlerimizi örttü ve bizi halk arasında rüsvay olanlardan eləmədi. Şükürler olsun Allah'a ki ruzumuzu öz elinde karar verdi ve bizi özünden başka hiç kime mühtaç eləmədi. Allah'ın vereceğim öz Allah'lığına xatir bu nimetleri ömrümüzün sonuna kadar elimizden almasın. Amin. Ve bizi verdiği bütün nimetlerin karşısında şükreleyen bendelerinden karar versin. Amin. Mövzumuz təkəbbürlü ilə bağlıydı ki, keçən həftə ona işarə elədi. İmam Həsən Əskəri aleyhisselamın mevludu olduğuna göre mevluddan biraz mevlud mevzusunda danıştık. Dedi ki inşallah növbəti həftələrdə mevzumuza qayıdarıq ki Allah'ın lütfu ilə Allah ömür verdi. Gəldik, çıxdıq mevzumuza. Təkəbbürlük Allah'ın bəyənmədiyi sifətlərdən biridir. Yəni insanlarda olarsa. Səbəb də bundan ibarətdir ki, təkəbbürlük ki, kibir ki, Allah'ın sifətidir. Bir bəndə onu özünə götürmək istəyəndə Allah narahat olur. Baxın, Quranda neçə yerdə Allah buyurur, İnnəllâhe lâ yuhibbul mutekebbirin. Allah təkəbbürlük eləyənləri sevmir. İnnəllâhe lâ yuhibbul mustekbirin. Allah müstekbirləri sevmir. Özünü digərlərindən böyük tutanları sevmir. Allah'ın istənilən bəndəsinə yuxarıdan aşağı baxanları sevmir. Və çox qəribədir ki, bu da insanların qəribə xüsusiyyətlərindəndir. Yəni bəşər övladının, Bəni Adəmin xüsusiyyətlərindəndir ki, o sifətlər ki, Allah deyir ki, mənim o sifətlərimi özünüzdə aşlayın, onları aşlamırıq. O sifətlər ki deyir, onları aşlamayın, onları aşlayırıq. Məsələn, Allah, Peyğəmbər buyurur ki, Allah'ın ədəbi ilə ədəblənin. Hədisdir də. Bəzi hədislərdir ki, Allah'ın rənginə düşün. Nə mənada? Deyir, Allah deyir, mən səxavətliyəm, sən də səxavətli ol. Mən səbirliyəm, sən də səbirli ol. Mən bağışlayanam, sən də bağışlayan ol. Həzrət Peyğəmbər buyurur, mən la yərhəm, la yurhəm. Kim bağışlamasa Allah'ın bəndələrin, Allah da onu bağışlamayacaq. Bunları aşlamağa çalışmırıq. Amma təkəbbürlük ki, Allah deyir, mən onu sevmirəm, o mənə məxsus bir sifətdir, onu aşlamağa çalışırıq. Çox qəribə bir şeydir. O şeylər ki, Allah bizdən istəyir, onları özümüzdə tətbiq eləməyə çalışmırıq. O şeylər ki, istəmir, onları tətbiq eləməyə çalışırıq. Keçən dəfə dedik ki, təkəbbürün 3 halı var. Yəni təkəbbür 3 haldan xaric deyil. Ya Allah'a qarşıdır, ya Allah'ın hüccətlərinə, Peyğəmbər və imamlara qarşıdır, ya da Allah'ın bəndələrinə qarşıdır. Ki bunların hamısına Allah-u Teala Qur'anda işarə edib. Məsələn, Müminun surəsində buyurur ki, İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirin. Allah buyurur ki, o insanlar ki, mənə bəndəçilik eləməkdən boyun qaçırtdılar, yəni təkəbbürlük eləyərək boyun qaçırtdılar. Yestekbirûne an ibadeti. Özlərin görərək, məni görməzdən gəlib, mənim qabağımda bəndəlik eləmədilər. Deyir, onlar
tezliklə cəhənnəmə daxil olacaqlar. Özü də daxirin, yəni xar, zəlil və rüsvay formada, sındırılmış formada, zəlil olaraq, xar olaraq, bədbəxt olaraq cəhənnəmə daxil olacaqlar. Yəni Allah açıq-aşkardır ki, bəziləri var ki, yəstəkbirunə ən ibadəti, mənə bəndəçilik eləməkdən təkəbbürlük edirlər. Çox narahat edici bir şeydir. Yəni bəzən adam burada gəlirsə, elə burada keçən 2 həftə bundan qabaq demişdik, bu nə sesdir, gəlir, kəsilmək istəmir. Arada belə riski saxlayır, sonra yenə də gəlir. Arxadan nəsə, kimsə nəsə qarışdırır, inşallah qarışdırmaz. Dedik, bəzən bəndə bir həddə çatır ki, Allaha qarşı təkəbbürlük edir. Bəndə bir həddə çatır ki, Allaha qarşı təkəbbürlük edir və istəyir ki, belə deyək də, Allahla dalaşsın. Necə ki, olub da bilirsiniz. Fironun dilindən ayə var Quranda. Bir həddə çatdı ki, dedi, Ənə Rabbukumul ə'la. Mən sizin ən yaxşı Allahınızam. Mənə ibadət edir. Artıq o öz məmləkətinin əhalisinin öz bəndəsi görürdü. O Həzrəti Musa ilə sehirbazların söhbətində Quran danışır bizə. Deyir, onlar ki dedilər, Āmennā bi Rabbi Musa və Harun. Bu da bədbəxt dedi ki, Qəblə ən āzənə ləkum. Mən sizə icazə verməmiş necə iman gətirdiniz? Dedilər, biz Musa və Harunun Allahına iman gətirdik. Dedilər ki, Firon dedi ki, mən icazə verməmiş. Sizə kim icazə verir ki, Allah iman götürürsün? Mən buydu, Allah qalıb burada. Ya, bunun davası bu idi. Allah deyir ki, birinci qism budur ki, bəndələr gələr, mənə qarşı təkəbbürlük eləyərlər. Ki, bu ən rəzil sifətlərdəndir ki, insan yaradanına qarşı təkəbbürlük eləsin. İkinci budur ki, Allah buyurur ki, bəzi bəndələr var, peyğəmbərlərimə, hüccətlərimə qarşı təkəbbürlük eləyərlər. Təkəbbürlük də dedikdə, yəni qarşındakının özündən kiçik görərlər. Bu da tarixdə doludur da, o qədər. Yəni peyğəmbərlərin hamısının dönəmində olub, ta günü bu günəcəndə o davam edir. Yəni bir nəfər qarşındakına dəyər versə, heç vaxt ona hörmətsizlik eləməz ki. Qarşındakını özündən böyük görsə, böyük kimi ona hörmət eləyərlər. Amma Quran nə deyir? Yaqtulunən nəbiyyinə biğeyril haqq. Nahaq yerə peyğəmbərləri qətlə yetirirdilər. Ayənin təfsirində Həzrəti İmam Zeynulabdin əleyhissalam buyurur ki, Qətələ bəni İsrail min tulu'il fəcri iləğurubiha səb'inə nəbiyyə. Elə gün oldu ki, gün çıxandan gün batana bəni İsrail 70 peyğəmbərin başını kəsdi. İmam Səccad ağam nə desin? Niyə kəsirdilər peyğəmbərin başını? Özlərindən aşağı bilirlər. Hətta nəinki onu qəbul eləmək, deyirdilər, sən bizi qəbul eləməlisən. Bilirsiniz də, bu bunların ideologiyasıdır. Bu bunların düşüncəsi, baxışıdır. 1000 illərdir dəyişmir. Bu gündə davam edir. Hətta bu düşüncə bilirsiniz də, düşüncələri bilən yalnız kimdir? Allah. Ya'lamu ma fis sudur. Qəlblərinizdən nə keçirsə, Allah onu bilir. Peyğəmbərə Allah dedi, Lən tərda ənkəl yəhud və lən nəsara hətta təttəbiə millətəhum. Yəhudilər və Məsihilər səndən razı qalmayacaqlar, onların dininə tabi olmayanacaq. Peyğəmbərin onlara baş əyməsini istəyirdilər. Peyğəmbər ki da, Peyğəmbərin barəsində birisi söz yoxdur ki, əşrəf-i kainatdır da bu, əşrəful xəlayiqdir da, yaranış aləminin bir nömrəsidir. Özü də illər keçib, əsrlər keçib, bugün dünya bunu təsdiqləyir də. Məsələn, neçə dəfə olub, beynəlxalq aləmdə buna səs veriblər ki, Həzrət Peyğəmbər dünyanın bir nömrəli siyasətçisi olub. Bəzən səs verirlər ki, Həzrət Peyğəmbər dünyanın ən ağıllı adamı olub. Özü də o səs verənlərin içində qeyri-müsəlmanlar da var. Hətta bir dinə mənsub olmayanlar var. Bilirsiniz, bugün dünya icmalarında bir çox toplumların içində bir çox, məsələn, üzdə olan insanlar var, elm adamlar var ki, heç bir dinə mənsub deyirlər. Amma Həzrət Peyğəmbərin dünyanın ən ağıllı insan olmasını qəbullanırlar. Məntiqlə və ağılına, ən azından ağılları var da, dinləri olmasa da ağılları var. Bu özü də yaxşı bir şeydir ya. Bəzən
bu adama kömək eləyir. Adamın dini olmasa, heç olmasa kişiliyi olsun. Hindi çoxları elə həm dinini itirib, həm kişiliyi. İmam Hüseyin ağa necə dedi? İn ləm tu'minu billahi və bil yevmil axir. Heç olmasa kunu əhraran fi dünyakum. Deyir ki, fərz elə, İmam Hüseyin ağa deyir, ahirətə imanın yoxdur, Allaha imanın yoxdur. Deyir, heç olmasa dünyada kişi ol. Bəziləri var ki, o kişiliyi qoruyurlar da, hətta imanları olmasa da ağıl və məntiqi tapdalanırlar. Hə? Bütün dünya bu gün bunu qəbul edir. Amma Yahudilər deyir ki, yox, Allah deyir Peyğəmbər, lən tərda ənkəl Yahud. Yahudilər səndən razı olmazlar, Məsihilər səndən razı olmazlar, sən onlara tabi olmayana qədər. Sən onlara tabi olsun, ondan sonra səninlə razılaşacaqlar. Bu da məlum məsələ ki, mümkün olan məsələ deyil ki. Baxın, deməli bunlar necə görürdülər qarşılarındakı? Niyə tabi olmaq istəyirlər? Bugün zalimlar, məzlumların onlara tabi olmağını niyə istəyir? Çünki güc yəsirlər və istəyirlər ki, hər kəs bunlardan aslı olsun və bunlara tabi olsunlar. Bunu bütün tarixin, zamanın, bütün keçid dövrlərində, bütün zamanlarında Peyğəmbərlərə qarşı da tətbiq ediblər. Yəni, zaten bu söz var ha, lən tərda ənkəl Yahud. Bu ənkə sözü ki var orada, bizim Azərbaycan ənkəsi deyil. Ənkə, yəni səndən, şəxs əvəzliyidir. Peyğəmbər Allah deyir ki, səndən razı olmazlar. Bunu bilin. Bu ayetdir əla kulli vahidin minhum, ənbiyanın hər birinə. Yəni, bu ayə bizim Peyğəmbərə gəlib. Amma təbii ki, bütün Peyğəmbərlərə aiddir də ki, sən onlara tabi olmuşsun, sənlə razılaşmayacaqlar. Razılaşsaydılar, bir gündə 70 Peyğəmbərin başını niyə kəsirdilər? Razılaşsaydılar, bu deyəni eləyərdilər də. Ona görə Allah buyurur Quranda ki, bəziləri də var ki, mənim hüccətlərimə qarşı təkəbbürlük edirlər. Ayədə Allah bizə çatdırır. Ən'am surəsində 53-cü, 54-cü ayədə deyir, Peyğəmbərlər ki seçilirdi, Peyğəmbərlər ki seçilirdi. Deyirlər, Əhəulai mənnəllahu aleyhim min beynina. Allah öz aramızdan bunları seçməklə bizə minnət qoydu və hərəsinə bir ad qoyurdular. İnnəhu ləməcnun. Qələm surəsinin axırında var və yəquluna innəhu ləməcnun. Dedilər ki, Peyğəmbər nədir? Dəlidir. Yasin surəsi deyir ki, dedilər ki, Peyğəmbər nədir? Şairdir. Allah cavab verdi və mə alləmnahu şiir. Heç və mə yənbəğilə, heç ona yaraşmaz da. Burada şairlik söhbəti deyil. Gah dedilər cin tutandı, gah dedilər cadugardı, gah dedilər sehirkardı, gah dedilər nəuzubillah, dəlidir. Təsəvvür edirsiniz? Yaranış aləminin ən aqil insanına deyirlər dəlidir. Baxın, həmən xət bugün dünyada davam edirmi? Ağıllılar olub dəli, dəlilər olub ağıllı. Deyir, Allah Quranda buyurur ki, Ən'am surəsində, hansı Peyğəmbəri seçin dedilər ki, Peyğəmbər seçməyə adam tapdı. Həzrəti Nuh gəmini düzəldir, dedilər ki, artıq o, belə deyək də, əzab, bəla qabağı idi, o bəla gələcək, əzab gələcək. Gülürdülər, deyirlər ki, Peyğəmbərlikdən bir şey çıxmadı, dülgərliklə məşğuldur. Hərəsinə bir söz deyirdilər, hərəsinə belə bizim dildə bir vedirə bağlayırdılar, hərəsinə. Niyə? Çünki özlərin onlardan üstün görürdülər. Yəni, bunlardan deməkdə məqsəd bilsən nədir? Fikirləşməyək ki, məndə o cür deyil ki, hər bir xüsusiyyət insanda inkişaf eləmək üzrədir. İstəyir mənfi xüsusiyyət, istəyir müsbət xüsusiyyət. Bunları buna görə sayırıq ki, Allah eləməsin, o toxum məndə olarsa bir gün gəlib İmam Zamanın üzünə olaram, ha? Bir gün gəlib İmam Zamanın üzünə olaram. Bir gün gəlib Allahın üzünə olaram, ha? Necə bir toxumu əkərsən inkişaf eləyər? İnsanın daxilindəki toxumlar da inkişafa doğru gedir də. İstəyir rəzilə sifətlər, istəyir fəzilə sifətlər. Dəyərlilər də, dəyərsizlər də, yaxşılar da, pislər də inkişafdadır da. Məsələ budur ki, Allah eləməsin bu mənim içimə düşsün, ha? Təkəbbürlü ki, gəlib İmam Zamana qarşı təkəbbürlü edeyim, gəlib Allaha qarşı təkəbbürlü edeyim. Məsələn, sonra deyim ki, öyle, nə oldu öyle? Baxın, Peyğəmbərə olunan istihzalardan biri nə idi? Yetimi götürüb başımıza Peyğəmbər edilər. Kasıbı götürüb başımıza Peyğəmbər edilər. Kimsə sizi o vaxt deyəndə ki,
bəlkə də bunlar belə şablon cümlə olaraq deyilir. O vaxt, yəni elə həmişə bu gündə. Zaten insanlara dəyər necə verilir? Dəyərsiz əşyaların vasitəsilə insanlara dəyər verirlər. İnsani keyfiyyət və fəzilətlərlə insanlara alçaq baxırlar. Dəyərlilərə deyirlər dəlidir. Lazımsız maddi əşyalara malik olan, maddi imkanı geniş olanlara deyirlər ki, yaxşıdır. O dəli də olsa, pis də olsa, hər nə danışsa deyirlər ki, maşallah. Deyir, kasıb alanda deyirlər, hardan almışsan, varlı alanda deyirlər, çoxum var. Belədir də, bu həmişə belə olub da. Yəni, Peyğəmbərə eləyirdilər, qurtarmadı ki, 1450 il bundan oldu, qurtardı, bir dənə Peyğəmbər bu günləri, bunu hər kəsə deyirlər. Məsələ budur ki, bu sifət ki, adamın içinə düşdü, başlayır inkişaf etməyə, sonra adamı Peyğəmbərlə üz-üzə qoyur. Hətta adam bir həddə gəlir ki, iraq olsun. Quranda ayə var da, tək budur ki, Allah deyir, günah nəticəsində bəzən insan gəlir, ən rəzilətli həddə çatır. Dünən dəyərli bildiyinə bugün gülür. Dünən baş əydiyinə bugün istehza edir. Dünən əlini öpdüklərinə bugün təpik vurur. Günah gətirir insanı o həddə çatdırır ki, bu günahların başlarından biri təkəbbürlüydür. Allah deyir ki, mən Peyğəmbər seçdim, güldülər. Peyğəmbər seçdim, güldülər ki, hə, bu da Peyğəmbər seçməyə adam tapmadı. İkinci budur. Təkəbbürlü adam bir həddə çatdırar ki, Allaha, ikinci də Peyğəmbərlərin hüccətlərin üzrə olar. Gələr adam İmam Zamanın üzrə olar. Üçüncü də budur ki, təkəbbürlü bir xəstəlikdir, bu üç haldan xaric deyil. İnsan gələr Allahın bəndələrinə qarşı təkəbbürlü olur. Yəni, özün digərindən qiymətli görər. Düşünər ki, mən yaxşıyımdır. Məsələn, çox qəribə bir şey var. Hətta bəzən bu hadisə möminlərin arasında baş verir. Görürsən ki, biri-birin qonaq çağırır. Gəlir, mömin. Görürsən ki, o çağırılan növbəti bir qonaq da gəldi. Bu biri qonaq etiraz edir. Mən bilsəydim onu çağıracaqsam, bura gəlməzdim. Bunları Allahın meyyarı ilə ölçüb dedin, yoxsa şəxsi problemindən ölçdün dedin. Yəni, elə bir şey Yezid gəlib məclisə. Allah bunun burada olmağını istəmir, ya sənin nəfsin istəmir. Bu dediyin söz Allahın rizayətinə qulluq edir, ya sənin maraqlarına qulluq edir. Məsələn, bəzən insan elə düşünür ki, mən kimdənsə dəyib, bir iş görürsən, bir nəfəri görür, gülür. Bu burada neydir? Hansı meyyarlarla götürdün özünü ora qoydun? Əgər meyyarları axtarsın, gərək sən orada olmayasan. Niyə? Yəni təvazükarlığından, ədəbindən. Deyəsən ki, mənim ki, buna ləyaqətim yoxdur. Bir nəfər gəlmişdi, mərhum Şeyx Mürtəza Ənsari, Rizvanullah Teala aleyhin huzuruna. Nəcəfdə mərcəy təqlid idi, böyük alimlərdən. Elə Həzrət Əleyhisselamın hərəmin qiblə qapısı ki var ha, düz qiblə qapısına girəndə solda, çıxanda da sağdadır, qəbirdir. Gedəndə inşallah bir Fatihə verəsə, Allah hamıza nəsib eləsin. Orada dəfn edilir. Şeyx Mürtəza Ənsari gün əyləşmişdi, bir nəfər gəldi, girdi içəri, bir mömin, görüşdü ağa ilə evində. Dedi ki, bir dənə ad çəkdi, dedi ki, ağa xəbərim var da filan mömin filan günah edir. Şeyx Mürtəza durdu ayağa, çöndü qibləyə, 3 dəfə uca səslə dedi, Əlhəmdülillahi Rabbil aləmin. Sonra çöndü bu mümini, qucaqladı, bastı bağrına, başladı çiynindən öpdü, üzündən öpdü, gözündən öpdü. Dedi, Allah sənə şükür, sənə şükür. Dedi, ağa, niyə şükür edirsən? Dedi, şükür edirəm ki, Allah ölməmişdən qabaq mənə bu dünyada kamil insan göstərdi. Baxdı, gördü ki, otaqda buna şeyxdən başqa heç kim yoxdur. Dedi, ağa, kimi deyirsən? Dedi, səni. Bizim də dildə, əstəğfurullah, ağa, mən kamil deyiləm ki. Dedi, valla sən elə danışdın ki, elə bilir, özünü düzəldib, qutarmışsan, keçmişsən o birinə. Ki, kimin adını çəkməyə cürət edirsən, gücün çatır. Əgər qutarmamsansa, niyə onun adını çəkirsən? Hələ gedib özünlə məşğul ol da. Bunlar hamısı neydən doğur? Təkəbbürlükdən. Dedi ki, təkəbbürlük hansı həddə çatdırır adamı? Qarşındakın özündən alçaq görür heç, sonra nəsihət də qəbul eləmir. Artıq nəsihət qəbul eləmək qapısı bundan olur? Bağlanır. Niyə bağlanır? İmam Sadiq əleyhissalam buyurur ki, bu toxum ki sənə düşdü, İmamın məşhur hədisidir. Hər bir günah növbəti günahın qapısını açır.
Təkəbbürlü bir günahdır. Düşdü, sonra nəsihət qəbul eləmək də onun dalıcan gəlir. Digərlərinə hörmətsizlik eləmək də onun dalıcan gəlir. Yavaş-yavaş artır da. Ona görə deyir, insan bir həddə çatır ki, Allaha təkəbbürlü edir. Bir həddə çatır ki, imamına, peyğəmbərinə təkəbbürlü edir. Və Allahın bəndələrinə qarşı. Allahın bəndələri deyəndə, Allahın bəndələri də yəni söz yerində də bəndəçilik eləyənlərdən gelmir ha söhbət. Bilirsiniz, bir var bəndəçilik eləyənlər, bəndəçilik eləyən bəndələr. Həzrət Rasulullah kimi də namazda onun risalətinə bəndəçiliyindən sonra şəhadət veririk. Elədir? Gör bu bəndəçiliyinə həddideydi. Peyğəmbərin bəndəçiliyinə şəhadəti risalətindən qabaq veririk. Və əşhədu ənə Muhammədən Allahümmə salli alə Muhammed və ali Muhammed. Abduhu və rəsulu. Şəhadət verirəm ki, bu kişi Allahın bəndəsi idi, sonra peyğəmbər idi. Bəndəçiliyini ispat elədi ki, ona peyğəmbərlik verdilər. Bəndə olmayan Allah risalət verməz ki. Deyib təkəbbürlü adamı bir həddə çatdırır ki, Allahın bəndələrinə qarşı. Demir ha, bəndəçiliyini ispat edənlərə qarşı. Bu peyğəmbər bəndəçiliyini ispat edib Allahın namazımıza salıb. Bunu bildik. Amma birdən Firon ki deyirdi mən sözün Allah'ı zaman, eyni zamanda Firon özü nə idi? Abdullah idi da, Allah'ın bəndəsi idi da. Burada bu umumi mənadadır. Allah'ın bütün bəndələrinə qarşı. Keçən dəfə İmam Hüseyin Ağa'nın hədisini dedi ya. Allah'ın bütün bəndələrinə qarşı. Gəlir insan neynir? Bir həddə çatır ki, başlayır Allah'ın bəndələrinə qarşı, məsələn, təkəbbürlüyün. Buna ağlıva gələn çevrün və dünyon daxildir. Məsələn, bəzən insan necə düşünür? Elə bilir ki, evdə xanımı ilə necə istəsə danışa bilər. Halbuki Allah buna qadağa qoyub. Hə? Bəzən insan elə bilir ki, evdə övladı ilə necə istəsə danışa bilər. Hətta bəzən gördüyümüz bir şeydir. Ya görürsən, biri övladını incidir, ya əziyyət edir, ya vurub. Müdaxilə edirsən, deyir ki, özümündür də özüm bilərəm. Eşitmişik də bu sözləri. Hə? Sənin uşağını döyürəm ki, öz uşağını döyürəm də. Bu Allah'ın əmanətidir sənin əlində. Təkəbbürlüyün əlamətidir ki, sən ona zəifə güc göstərirsən. Bu təkəbbürlük xəstəliyi var ki, səndə ona güc göstərirsən. O zəifəyə, o xanıma güc göstərirsən. Xanıma zor tətbiq edirsən. Sən fikirləşirsən ki, burada mənəm Bağdadda kör xəlifə. Mən nə deyirəmsə olmalıdır. İmam Sadiq əleyhissalam buyurur ki, möminlə, bilirsiniz də, müxtəlif baxışlar, müxtəlif tərəfdən bu cür minlərlə hədisimiz var bizim. Hə? Bir dənəsini deyirəm. İmam Sadiq əleyhissalam buyurur ki, möminlə münafiq tanınar. Dedilər, yəbnə Rasulullah, harda? Buyurdu ki, evə gələndə evdə bişən yeməyə olan münasibətdə. Deyir, müminin xüsusiyyəti budur ki, ailəsinin istədiyi yeməklə razılaşsın. Münafiqin xüsusiyyəti budur ki, öz istədiyini ancaq pişirtdirsin. Evdəkiləri nəzərə almasın. Baxın, bəzən adam bir dənə tavanın içində cəhənnəmdə də gedə bilir, cənnətə də gedə bilir. Bir tikə yeməklə bəzən, özü də nə fikirləşirəm? Deyirəm ki, məsələn, axşamazan işləmişəm, alın təri ilə, əl qabarımdan, zəhmət çəkib pul qazanmışam, hə? Amma evdə bir dənə rol oynayıram ki, İmam Sadiq mənə münafiq deyir. Niyə? Çünki elə hey öz istədiklərini pişirtdirirəm. Hey öz istədiklərimi tələb eləyirəm. Hey mən deyən olsun, hey sən axı kimsən? Müminin əlaməti deyil budur ki, onların məzahına uyğunlaşsın. Onlar uşaqdan soruşsun ki, nə yemək istəyirsiniz? Ondan alın getirin. Yoldaşından desin ki, ürəyim nə istəyir, onu pişir. Ürəyim nə istəyir, onu hazırla. Bilirsiniz, xanımlar əmanətdir də. Peyğəmbər buyurur, qiyamətdə hər bir varlığın sorğu-sualını mələklər aparacaq. Həyat yoldaşlarımızdan başqa. Onların sorğu-sualını birbaşa Allah aparacaq. Deyəcək, bunlar mənim əmanətim idi sizdə. Mələklərə bu məsələyə qarışmağa icazə verməyəcək. Peyğəmbərin hədisidir. Əmanətdir də. Bir dəfə də soruşaydın ki, sən nə istəyirsən? Bir dəfə də onları eləməmək bilsən nədir? Yemək 5 dəqiqə gecikdi.
Hə, gecikdi də, məsələn, zəhərə dönür, bütün evin qanı qaralır, qab sındı, stəkan açdı, stol dağıldı. Niyə? Yemək 5 dəqiqə gecikib. Hələ bəzən orucluqlarda da çox baş verir, hə? Böyle sən sağ tutmayın orucu. Bir axşamacan nədir, sigaretsiz qalıb dağıdır evi. Mən onsuz əsəbim yerindədir. Cər olsun yerində, cəhənnəm olsun yerində. Səndən kim xahiş eləmişdir ki, sən əsəbləşəsən də. Elə minnət qoyur ki, elə bir ki, bu adam oruç tutub, bunun cəzasını ailə çəkməlidir. Belə bir din yoxdur, belə bir oruc yoxdur, belə bir vacibat yoxdur. Sən orucu tutasan, axşam gəlib zəhərin tükəsən evdəkilərin üstünü. Bunu tuta bilirsən normal, tut. Tuta bilmirsən, yenə də tut. Deyəmərəm ki, tutmaq üçün vacibdir. Tuta bilmirsən, yenə də tut, amma özünü düzəlt. Özünü düzəlt ki, bəndələrə qarşı deyil. Hardan? Bəndələr deyəndə elə söhbət bu deyil. Çöldən keçənlər. Zaten çöldən keçənlərə bəzən heç təkəbbürlü də eləyə bilmirik, hətta istəsəydi. Dəli-dəlini görəndə çomağın gizlədir axı. Çünki bilirik, onlar bizi heç nə eləyə bilməyəcək, zəif axtarırıq da, bizə məzlum axtarırıq. Elə hey onlara vır. Özümüzdən güclü görəndə sakitlik alırıq. Adını nə qoyuruq? Səbr elədim. Allah haqqı yalan deyirsən. Qorxdun, səbr eləmədin. Sən bildin ki, ona zorun çatmayacaq. Bildin ona gücün çatmayacaq. Sustun, adını da qoydun, səbr elədin. O səbri bir dəfə zəifin qabağında eləyəydin də. Güclünün qabağında niyə eləyirsən? Valla sənin onu gözün yesəydi, salardın təpiyin altını. Heç səbir zat da eləməzdi. Övladlar bu cür, ailə bu cür, qonşu bu cür, valideyn bu cür, bacı bu cür, qardaş bu cür. Allah icazə vermir. Heç bir bəndəsinə qarşı təkəbbürlü davranan. Öz istəklərimizi onlara tətbiq elətdirək. Öz maraqlarımızı onlara tətbiq elətdirək. Onlar hamısı insanın kibirindən irəli gəlir. Çalışan bir dəfə deyək ki, necə istəyirsiniz? Nə istəyirsiniz? Bir adam bunu da eləyə də çalışır ki, məsələn, onların bir xoşuna gələn bir şey olsun. Ancaq mən hara istəyirəm, ona gedirlər. Mən nə istəyirəm, onu yeyirlər. Mən nə istəyirəm, onu geyinirlər. Belə bir din yoxdur axı. Belə bir din, hər şeyə müdaxilə, amma bizə heç kim müdaxilə edə bilməz. Həzrət Peyğəmbər buyurur ki, ən azından evin içində xanımlarımıza azadlıq verir. Dedilər, ya Resulallah, necə azadlıq? Dedi ki, ev quruluşunda, yəni ev dizaynında, deyir, ev əşyalarını xanımlar hara qoymaq istəyirsə, qoysun, qarışma. Kişi sən heç olmasa ged kişi işinlə məşğul. Peyğəmbər deyir, ev əşyalarının düzülüşündə qarışmayın xanımlarımıza. Onun üçün də danışırıq. Halbuki həyatımızın yolunu dəyişən insanlar var ki, onların gücü çoxdur, heç onlara heç nə demirik. Allah tövfiq versin, güc versin, bacarıq versin. Bu kibir, yəni özündən başqasını bəyənməmək, özündən sonrakiləri özünün qabağında kiçik görmək xəstəliyini müalicə edə bilək. Buracan olanlarımızı bağışlasın. Bundan sonra bizi o sifətdən qaçaraq, Allah, sən də şahidsən də, mən istəmirəm bu cür olun, məni düzəlt yolunda istiqamətləndirsin. Evlərimizi örtsün öz rəhmət pərdəsi ilə. Muhammed Ali Muhammedə xatir aqibətimizi xətr edir. Bizi xalis formada dininin nökərçiliyinə müvəffəq eləsin. İmam Zaman ağanın zuhurunu təcil eləsin.